Bismillah və salatu və selamu ala Rasulillah və ala alihi və ashabi əcməin, əmə ba'd. İbn Baz rəhməhullahın namazla ilgili mühüm fətvaları dərsimiz davam edir. Və yaxud İbn Baz rəhməhullahın fətvalarından önəmli faydalar. Sual belədir. Şeyx İbn Baz rəhməhullahdan soruşurlar ki, Keyfə yuəddil muslim əs-salata fi't-tairə və həlil əfzal ləhu وهل الأفضل له الصلاة في الطائرة أول الوقت أو الانتظار حتى يصل المطار إن كان سيصل في آخر الوقت. Müsəlman təyyarədə, samalyotda namazı necə qılır? Necə qıla bilər? Və bunun üçün, yəni təyyarədə namaz vaxtında təyyarədə olan insan üçün əfzəldirmi ki, orada oturaraq əvvəl vaxtında qılsın, yoxsa icazə verilərim ki, hətta təyyarə ensin, aeroporta çatsın və çatandan sonra qılsın. Əgər o, yəni ki, namazın ən axır vaxtına, yəni ki, ora çatmaq mümkün olacaqsa. Şeyx Rəhməllah cavab verir ki, Əl-vacib aləl-muslim fit-tairə izə hadaratis-salat ən yusallihə həsəbət-taqa. Müsəlmana vacib olan odur ki, təyyarədə namaz vaxtı gəlib çatarsa, təyyarədə namazını qılsın, necə bacarırsa elə. Yəni ki, əvvəlki vaxtında qılsın namazı, axırına gecikdirməsin. Əvvəlki vaxtında necə mümkündürsə, özü bacardığı qədər, mümkün olduğu qədər qılır. Yəni, bacarır ayaq üstə, bacarmır oturla və necə mümkündürsə, önəmli olan odur ki, qılsın. Deyir, فَاِنْ اِسْتَطَعَ اَنْ يُصَلِّهَا قَائِمًا وَيَرْكَعْ وَيَسْجُدْ فَعَلَ ذَٰلِكِ. Deyir, əgər bacarırsa ki, ayaq üstə qılsın, əgər bacarırsa ayaq üstə durmağa, namazda ayaq üstə, qiyamda durmağa, ruku etməyə, səcdə etməyə, bunu eləməsi vacibdir. وَاِنْ لَمْ يَسْتَطِعْ صَلَّى جَالِسًا. Əgər belə bacarmazsa, ayaq üstə durmağa, qiyamda durmağa, ruku etməyə, səcdə etməyə mümkün olmazsa, onda deyir, oturla qılacaq وَاَوْمَأَ بِالرُّكُعِ وَالسُّجُودِ. Səcdədə və rukuda başını neynəyəcək? Əyəcək. Rukuda başını əyəcəksən, səcdədə isə biraz ondan daha çox əyəcəksən başını. فَاِنْ وَجَدَ مَكَانًا فِي الطَّائِرَةِ يَسْتَطِعُ فِيهِ الْقِيَامَ وَالسُّجُودَ فِي الْأَرْضِ بَدَلًا مِنَ الْإِيمَا وَجَبَ عَلَيْهِ ذَلِكِ. Əgər təyyarədə yer taparsa, ayaq üstə durub namazı əda etməyə, rukusu ilə, səcdəsi ilə, ona vacibdir ki, bunu etsin. Təyyarədə yer taparsa ki, ayaq üstə dura bilir, qiyamda dura bilir, ruku etmək mümkündür, səcdə etmək mümkündür, onda o zaman vacibdir, deyir, bunu etsin. Onda o zaman vacibdir ki, bunu etsin. Dəlil nədir? Deyir, Allah Teala buyurur, Təğabun surəsinin 16-cı ayəsində Fəttəqullah məstəta'tum. Allahdan bacardığınız qədər qorxun. Və qavlun Nəbi sallallahu aleyhi ve sellem li İmran ibn Hüseyin radiyallahu anhuma və kənə maridan salli qaiman fə illəm təstati' fə qaidən fə illəm təstati' fə alə cəmb. Hədis İmam Buxari Səhih kitabında, həmçinin İmam-ı Nəsai rivayət etmişdir. Lakin İmam-ı Nəsaidə artıq, yəni İmam Buxarinin rivayət etdiyi ləfzdən artıq bir ləfz var. O da Nəsaidə gəlir. Fə illəm təstati' fə mustəlqiyən. Peyğəmbər s.ə.v deyir ki, ayaq üstə namaz qıl. İmran ibn Hüseyin radiyallahu anh xəstə olanda soruşur. Yəni, ayaq üstə dura bilmir. Peyğəmbər s.ə.v deyir ki, salli qaimən, ayaq üstə namaz qıl. Əgər bacarmırsansa ayaq üstə durmağa, oturaraq namaz qıl. Oturaraq bacarmırsansa, yəni ki, ya sağ tərəfində, ya sol tərəfində, hansı tərəfində dura bilirsənsə, o şəkildə namaz qıl yine. Deməli, mərhələlər var. Birinci ayaq üstə, bacarmırsan otura, bacarmırsan uzana. Lakin uzana arxası üstə deyil. Sağ tərəfinə çevrilirsən, üzün qiblə tərəfi olur. Sağ tərəfinə çevrilirsən, üzün qiblə tərəfi olur. Əgər sağ tərəfinə çevrilə bilmirsənsə, onda sol tərəfinə çevrilirsən. İmam-ı Nəsəinin əlavə etdiyi ləfzdə gəlir ki, əgər sağ tərəfinə də, sol tərəfinə də çevrilə bilmirsənsə, onda arxası üstə namaz qılırsan. Arxası üstə. Baxın, bu onu göstərir ki, bu hədis namaz heç vaxt tərk olunmur. Kimsə namazı tərk elə bilməz. Və namazı illa da hər kəs ayaq üstə qılacaq deyə, ayaq üstə qıla bilməsə namazı buraxacaq deyə belə bir fikir yoxdur İslam dinində.
Önəmli olan nədir? Namazı əda etməlisən. Hətta bir insanın gözündən başqa, ağlı üstündədirsə, gözündən başqa heç bir şeyini, heç bir yerini tərpədə bilmirsə, gözü ilə namazı əda etməlidir. Gözü də işləmirsə, kiprikləri də işləmirsə, gözünün qapaqları da işləmirsə, beyni ağlı üstündədirsə, qəlbi ilə qıla bilər. Namaz tərk olunmur, qardaşlar. Dəstəməz ala bilmirsən, təyəmmümlə. Nə dəstəməzə mümkün deyil, nə təyəmmümə mümkün deyil, necə sən elə qılırsan. Hətta hər yerin nəcis olsa belə. Namaz tərk olunmur. Həddi buluğa çatdınsa, ölənə kimi, qəbrə girənə kimi namazı əda eləməlisən. Kiminsə üzrü yoxdur, namazı tərk eləsin. Kimsə özünə üzür və bəraət qazandıra bilməz ki, mən namazı ona görə tərk edirəm ki, yəni bu şeyə görə. Yoxdur. İslam namazı tərk etmək üçün heç bir üzür qoymayıb. Hə? Belə. Gəlir, həmçinin, əziz qardaşlarım, bu da İslam dininin bütün zamana və məkana, bütün insanlara münasib olan din olduğunu göstərir. İslam dini nə qədər asan din olduğunu göstərir. Bu asan, rahat. Əgər bir insan ayaq üstə dura bilmirsə, namaz qılanda və biz deyirik, əgər İslamda olsaydı ki, ancaq ayaq üstə durmalısan, nə olursa olsun ayaq üstə durmalısan, bunda məşəqqət olardı. İnsanların bəziləri derdi, biz xəstəyik, dura bilmirik. Bu ucbatdan namaz buraxardı. Və bəziləri deyə bilərdi ki, biz nə ayaq üstə dura bilmirik, nə otura bilmirik və uzana dururuq biz daima. Bu ucbatdan özünə bəraət gətirərdi ki, özünə dəlil gətirər, özünü təmizə çıxardardı ki, ona görə namaz qılmıram. Amma namazı buraxmaq üçün İslam heç bir amil və səbəb qoymayıb. Ayaq üstə, bacarmırsan otura, bacarmırsan yan tərəfə, bacarmırsan uzana, bacarmırsan gözünlə, gözün də işləmir, qəlbinlə. Dəstəməz al, dəstəməz bacarmırsan, təyəmmüm elə, təyəmmümü də bacarmırsan, dəstəməzi də bacarmırsan. Necə sən o şəkildə qıl yine? Müsəlman namazı buraxa bilməz. Müsəlman namazı heç vaxt buraxa bilməz. Və İbn Baz rahmanullah deyir ki, فَالْأَفْضَلْ لَهُ أَنْ يُصَلِّيَ فِي أَوَّلِ الْوَقْتِ Əfzəldir ki, namazı əvvəl vaxtında qılsın. Keçirməsin vaxtından. فَإِنْ أَخَّرَهَا إِلَى آخِرِ الْوَقْتِ لِيُصَلِّيهَا فِي الْأَرْضِ فَلَا بَأْسَ بِأُمُومِ الْأَدِلَّةِ Deyir ki, əgər əvvəlində, bu da demir, şərtdir əvvəlində qılmaq. Vacibdir demir. Deyir ki, əfzəldir ki, əvvəlində qılasan, əfzəldir. Lakin bilsə ki, axırına namazın vaxtı keçmədən, namazın axır vaxtına kimi çatacaq aeroporta, təyyarənin qonduya və yaxud evinə çatacaq, onda o zaman icazə verilir, ona namazı gecikdirsin deyir, bu barədə dəlillər olduğuna görə. Fikir verin. Məsələ, sən mindin günorta namazında təyyarəyə. Günorta və yaxud da saat 1-də tutaq günorta namazdır. Saat 12-də mindin təyyarəyə. 2 saatlıq məsafə var. Və yaxud 3 saatlıq məsafə. Məsələ, belə deyək. Saat 1-də zöhr namazdır. Saat 5-də əsr namazdır. Saat 1-də zöhr namazdır. Saat 5-də əsr namazdır. Ortada neçə saat fərqi var? 2, 3, 4, 5. 4 saat vaxt var. Zöhrlə əsrin arası. Sən də mindin təyyarəyə saat 12-də. 3 saat təyyarənin məsafəsi var, uçacaq. Və 1 saat qalıqdıqdan, təyyarə qalıqdıqdan 1 saat sonra zöhrün vaxtı girdi. Zöhrün vaxtı daxil oldu. Sən o zaman orada qıla bilərsən, şeyx dediyi ki, mümkündürsə, əgər bilsən ki, əsrdən qabaq ora çatacaqsan, əsrin vaxtı girməzdən qabaq çatacaqsan, çünki zöhrün vaxtı hara kimidir? Əsrin əzəninə kimidir. Ona yaxına kimidir. Əsrin əzəninə yaxına kimi. Deməli, bundan qabaq çatacaqsan, icazə verilir ki, namazını eynəsən, o vaxta kimi gecikdirəsən. Amma bilsən ki, namazı ötürəcəksən, qəzaya düşəcək namaz, onda o zaman təyyarədə necə olursa olsun, bu şəkildə əda edirsən. Və burada bir məsələyə toxunmaq istəyirəm, qardaşlar. Birdən biri qalxıb desə ki, təyyarədə, bilirsiniz də, müxtəlifdir təyyarələrin şəkilləri. Yəni, təyyarələr müxtəlifdir. Bəzi yerlərdə, deməli, iki stol skamı belə deyək, bir tərəfində olur, 2 skam, bir tərəfində, ortada 4 skamı. 8
Yəni bir riyadda, bir səhvdə 8 qamı var. Yəni ortada 2 dənə gediş-gəliş var. Adamlar ayaq yoluna getmək üçün və yaxud da xidmətçilər təyyarə üzvlərinə, təyyarədə oturanlara xidmət etmək üçün gedib gələnlər var orada. Deməli, bir yol bu tərəfindəndir, bir yol bu tərəf sağında, sonunda gediş-gəliş var. Birdən sən desən ki, burada dura bilirəm ayaq üstə, bu yolda dura bilirəm. Başladın təkbir gətirib Allahu Akbar, sonra da başladın Baqara surəsindən oxumağa. Sən burada insanların hərəkətini nə edirsən? Pozursan. İnsanların hərəkətini pozursan. Burada bu nəzərdə tutulmur. Çünki burada əziyyət var başqalarına. İslam dini səndən bunu tələb eləmir. Əgər qəsd olunan budur ki, təyyarədə başqa boş yer varsa, məsələn, bəzi İslam hökumətlərinin təyyarələri var, xüsusən namaz qılmaq üçün yerlər qoyub. Məsələn, Səudi Ərəbistanın təyyarəsində 3 yerində, 2 yerində, orta hissəsində, arxa hissəsində bir belə məsafə qoyublar. Yəni, orada gedən, istəyən, orada ayaq üstə namazını qıla bilir. Bəzi təyyarələrdə yoxdur məcal. Gedib təyyarənin mətbəxində qılmaq zorunda deyilsən. Və yaxud insanların getdiyi, hacətini görmək üçün getdiyi yolda illa da yolu kasıb durub namaz qılmaq zorunda deyilsən. Bu hikmətsizlikdir bu. Ona görə, harada imkan olsa, yoldan kənarda gedib orada qılacaqsan, harada imkan yoxdursa, onda o zaman oturula qılacaqsan. Və həmin hökm həm maşınlarda aiddir, maşınlara aiddir, həm gəmiyə aiddir, gəmi, həm də qatarlara, poyezə. Hamısı eyni hökm daşıyır. Hamısı eyni hökm daşıyır. Burada, yəni bilirsiniz, nisbətən, təyyarəyə nisbətən, məsələn, maşında biraz, məsələ rahatlıqdır. Maşını istədiyin zaman yolun qırağında dayandıra bilirsən. Lakin səndən güc və qüvvət olmazsa, saxlaya bilməzsənsə və s. kimi, onda o zaman həmin hökmləri daşıyır. Deyirəm, inşallah burada dayandıraq, inşallah. Gələn dərsdə başqa faydalara toxunacaq. Allah bizə işli faydalarını etsin. Və sallallahu və səlləm və barik alə nəbiyyə Muhammed və alə alihi və sahbihi əcməin. İxlasla.com saytı tərəfindən təqdim olundu.